Bir halda ki, Qurani-Kərim məcburiyyəti bizə qadağan edir, yəni məcbur kiməsə nəsə məcbur etdirməyi qadağan edir. Amma digər ayələrinə biz baxdıqda görürük ki, Allah Qur'anın digər ayələrində bizə təlim, tərbiyəni tövsiyə edir. Məcburiyyəti qadağan etdiyi halda onun müqabilində bizə təlim, tərbiyəni göstəriş verir. Və eyni zamanda da risalətin əsas hədəflərindən də biri, peyğəmbərin əsas öhdəçiliklərindən də biri nədir? Cəmiyyətə öyrətmək, təlim etmək, tərbiyə etmək. Zümər surəsinin 2-ci ayəsində risalətin öhdəçiliklərindən biri, hədəflərindən biri haqqında Allah buyurur ki, onların vəzifəsi nədir? Yuəllimuhumul kitəbə. Onlar kitabı öyrətsinlər. Kitabdan məqsəd Qurani-Kərim də ola bilər, eyni zamanda mənasına baxsaq yazıb oxumağı da, bu mənanı da götürmək olar. Yəni, hər bir halda Peyğəmbərliyin, risalətin öhdəçiliklərindən, əsas hədəflərindən də biri təlimdir, öyrətməkdir, tərbiyə etməkdir. Bu bir ayə. İkinci ayə, Firuddinin, yəni əməli prinsiplərindən, sütunlarından ikisi nədir? Əl-əmru bil-məruf və nəhy anil münkər. Yəni, insanları yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək. Bu da Qurani-Kərimin bizə qoyduğu yollardan biridir. Məcburiyyəti qadağan edir, amma təlim, tərbiyəni, yaxşı işlərə dəvəti, pis işlərdən çəkindirməyi bizə neyniyir? Tövsiyə edir. Bu haqda da bir ayəni qeyd edək. Ali-İmran surəsinin 104-cü ayəsində. Allah buyurur, nə buyurur? Vəltəkun minkum ümmət. Sizlərdən bir ümmət olsun, yəni bir dəstə insan olsun. Neynəsin? Bunların vəzifəsi nədir? Bunların işi nədir? Yəd'unə iləl xeyr. İnsanları xeyrə dəvət eləsinlər. Və yəmrunə bil-məruf. Yaxşı işlərə, gözəl işlərə əmr etsinlər. Və yənhavnə anil münkər. Pis işlərdən çəkindirsinlər. Və ulaikə humul muflihun. Həqiqətən də onlar nicat tapanlar. Bu ayədə Allah bizə, yəni həmin o sizin aranızdan bir dəstə insan olsun, onlar üçün 3 vəzifə təyin edir ki, deyir o insanları yaxşılığa, yaxşı işlərə dəvət etsin, xeyrə, onları məruf, yəni yaxşı, gözəl işlərə əmr etsin və pis işlərdən çəkindirsin. İndi bu ayələrlə digər o bayaq əvvəldə qeyd etdiyimiz o məcburiyyət ayəsini biz yan-bayan qoyanda görürük ki, İslam dini, Qurani-Kərim bir tərəfdən bizə dini kiməsə yerinə yetirməyi məcbur olmaz, bunu qadağan etdiyi halda, eyni zamanda onun müqabilində dini gözəl şəkildə təlim, tərbiyə ilə, öyrətməklə neyniyir? Bizə tövsiyə edir.